Benim 70 yaşım var. Bugün səhər yuxudan oyandım və geriyə doğru baxdım. Düşündüm ki, kaş ki 20'li yaşlarıma geri dönə bilsəydim. Keşke o çox giyinmək istədiyim əlbisəmi giyinsəydim. Keşke potensialımı istədiyim yöndə açsaydım, öz işimi qursaydım. İnsanlarla daha çox ünsiyyətdə olsaydım. Keşke daha azad hiss etsəydim. Buna özümə icazə verib də daha çox səyahət etsəydim. Keşke daha çox deyib gülsəydim. Keşke qıcıqlanmaq əvəzinə insanlarla əlaqələr qurub restoranlara getsəydim. Özümə daha gözəl, daha qəşəng, daha keyfiyyətli markalardan geyinməyə icazə versəydim. Keşke maşın sürməyi öyrənsəydim. Keşke fərqli ölkələrdə yaşamağa özümə icazə versəydim. Keşke ürəyimi böyük açıb sevə bilsəydim. Keşke əks cinsdən özümə qayğıya, diqqətə, qulluğa icazə verə bilsəydim. Keşke istədiyim zaman yox desəydim və istədiyim zaman hə desəydim. Keşke yaşasaydım, doya-doya gülsəydim həmin yaşlarımda. Özümə daha çox pula, daha çox zənginliyə, daha çox rəqs etməyə, idman etməyə, daha çox sağlam olmağa icazə versəydim. Amma artıq gecdir. İstəyirəm ki, sizin üçün gec olmasın. Buna görə də artıq bariyerləri aşmağa başlamaq zamanıdır. Tam da məni dinlədiyiniz səhifədə, biodakı linkdə tamamilə ödənişsiz bir marafon var. Həmin marafona qatılın. Gələcəkdəki sənlə görüşün. Və artıq daha zəngin, daha azad, daha xoşbəxt yaşamağa başlayın.